Yadınızda da hardasa 1-2 il bundan əvvəl nüvə silahı ilə qorxuzurdu. Və burada da taxtabaş demirəm, bəzi hətta belə də nə ondan, nə bundan olan belə düşüncədə olan insanlar deyirlər ki, ay Kamran müəllim, bu Rusiyadır. Bu axırda bunu onu qısnayacaqlar, götürüb bu nüvə silahını atacaq. Mən də ona başa saldım ki, nüvə silahını hara atacaq, necə atacaq, nüvə silahı atmadan nə olacaq? Ona da cavab Rusiya dağılacaq ondan sonra. Yəni bütün dünyadan təcrid olunacaq. Və başa saldım, görün başa düşmürlər də, anlamırdılar. Amma gəlin içəridən deyirlər, nə bilim var da, yaxşı Kamran mənim, sən deyən olsun. Sən güya bu çox bilir, başa düşsən. Mən belə havaya danışıram, bunun mənimlə danışmağa cəsarəti də yoxdur, başa düşsən. Ürəyində şey, yaxşı sən deyən olsun, sən deyən olsun, bilirsiniz də o özünüz yanınızda görmüşsünüz elə belə mənasız insanları. Hə, həmən o mənasız insanlar, amma doğrudan da dünyada mənasız insanlar qoyuram bir tərəfə. O polezli idiotu deyirlər də, bu xeyirli idiotlar. İdiotlar, onlar dünyada, İngiltərədə, Amerikada, Avropa ölkələrində var. Onlar bilirsiniz, güya eskalasiya olmasın deyənə, demokratiya xətrinə görə hansısa belə əsəb olmasın deyə, hər şey sakit olsun deyənə düşmənə baş əyməyə hazırdılar. İndi də Avropada var, Amerikada da var. Trump elə, mən indi özünüz qiymət verin, komitlərdə yazın Trump və onun ətrafı barəsində. Hər halda Trump sakitləşib. Trump da deyir ki, şu dəymiyini qışqırırdı Zelenskinin üstünə. Kart yoxdur səndə, kozur yoxdur səndə, getmə, tez elə, tez elə, tez elə. Mən sənə bu saat deyirəm, get İstanbulda danışıq elə. Yoxsa səni bilsən deyirəm, mən sənə silah verməyəcəm. Mən sənə yəni birləşmişlər də Putinlə birlikdə bunu sındırmaq üçün birləşmişlər və əsas Trump bütün dünyada qorxuzurdu, Avropada qorxuzurdu ki, bu nüvə silahı ata bilər. Ana indi Tuapseni vururlar, Peterburgu öz şəhərini vururlar, Krasnodarı vururlar, nə nüvə silahı? Heç kim heç yadına da düşmür daha ki, nüvə silahı ata bilər. Da özü də demir. Yadınızda da yeni doktrina çıxartdı. Yazdı ki, bir də onu böyük pompa ilə belə elan elədi Putin. Əlində də çıxartdı və dedi ki, parlamentdə səs verdi ona. Yeni belə doktrina çıxartdılar ki, bir dron belə keçsə bu tərəfə, biz biləcəyik ki, bu dronu qərb tərəfindən kömək olunur. Biz nəinki Ukraynanı qərbi də vurub darmadağın eləyərik. Çünki əlimizdə doktrina var və nüvə silah atmağa da burada yazılıb. Əlimizdədir kağız, buradadır ki, ona qədər kağız yox idi. Ki, Rusiya təhlükəyə düşsə, o nüvə silahını işlədə bilər. Yerə bildi, hamı qorxacaq, qorxmur, heç kimi, Paşinyan qorxmur, Paşinyan, bitdi. O nüvə silahı da heç kim demir, hamı bilir ki, daha bu ata bilməz nüvə silahı. Çünki qulağın dibində vururlar, korvetini partladırlar. Yadınızda deyil, Putinin özünə də güya, Putin deyirdi ki, və Rusiya təbliğatçıları, həm də generalları deyirdilər ki, Putinin Valdayda, o yaşadığı iqamətgaha, bunkerə, Ukraynalılar hücuma keçiblər. Hətta Trump da oradan dedi ki, yo bu yaxşı deyil. Tez Trump'a zəng elədilər, şikayət elədilər. Getdilər Amerika səfirliyinə hansısa bir dronun tədqiqat tezə belə hissəsini qoydular. Yadınızda da şikayət edirlər. Gedib Amerikaya şikayət edirlər. Bax görürsən mənə vurur bu. Burada vurur məni. Görürsüz belə şeydir. Denəndə ona belə şeydir. Həmişə 9 mayda da Trump'a deyirlər. Denəndə ona 9 mayda vurmasın. Biz keçirə bilək burada parada. Bir şikayət edirlər Amerikaya. Deyəsən Amerikada bezib daha əlini belə gələ özünüz bilərsiniz. Mən daha bilmirəm. Trump bilmir başını İranda itirib, yoxsa Qırlandiyada itirib, yoxsa Kubada itirib, yoxsa Rusiyada itirib, yoxsa bilmirəm Husilərlə itirib, yoxsa Hizbullahla itirib, yoxsa indi Netanyahu ilə davada itirib, bilmir harda itirib. Rusiya filanında yadından çıxıb, Putin qalıb ortalıqda nüvə silahı ata bilmir. Ancaq Areşniklə qorxuzurdu və son Areşniki atanda hələ Putin özü bir şey deməmişdi. Biz buradan deyildik ki, ay kişi, o Areşnik, o nüvə başlığı olmasa o silah deyil. O Wolfram metalından, yəni yerə çatmamış əriyir. Qıraqdan çox dəhşətli görünür onun ərimə o mənzərəsi. Amma o heç nə eləmir. Və son atdığı Areşnikdə biri öz başına düşdü. Gedib çatmadı heç yəni. Elə orada Donbas tərəfdə öz başlarına düşdü. Biri də gedib orada qarajlara, Ruslar saray deyirlər. Saray bizdə böyük bina deyirlər. Rus dilində saray komaya deyirlər. Hansısa komaya deyib orada. Bəs ay Kamran, gör sən onlardan yaxşı bilirsən filan deyirəm ki, bu bütün dünya deyir də. Bu hamısı oradadır da. Uydu var da orada. Orada peyk var da. Hamısı görünür və onları göstərir. Orada görüntülər var axı. Deyirlər biz onu təkrar edirik. Bütün dünya gördüyünü. Yo. Onlar ancaq Solovyova inanırlar taxtabaşlar. Ancaq Simonyana inanırlar və baxın görün taxtabaşlar, Solovyovlar, Simonyanlar hələ Putin özü o Areşnik hara düşdüyünü deməmişdən əvvəl nə danışırlar və nə deyirlər, hara düşüb o Areşnik. Baxın. Зачем и почему Рютте приехал в Киев и собрал с собой вот эту свиту из представителей 32 стран членов НАТО? Где-то под вечер, Владимир Вольфович, начала протекать информация из Киева. Она так потекла медленно, я ее перепроверяю, но пока что скажу, как бы неподтвержденная. А он приехал за своими. Удар, который был 24 мая по Белой Церкви,
Там же погибли многие Как? Оказывается, офицеры это не, НАТО. не гаражи и склады, как нам рассказывают Удар, некоторые. который сейчас был С той повторный, стороны. и когда был доклад о первом эпизоде, о втором, приехала эта делегация. Зачем? Чтобы, во-первых, убедиться. Во-вторых, некоторых нельзя достать. Но настолько глубоко нельзя достать. И поэтому нужно теперь принять решение, что с этими, прошу прощения, трупами, убитыми делать. Это кто-то должен на себя взять ответственность. Именно А будет рассказываться, что они утонули на Мальдивах, пошли в Альпы. Ну, как обычно, да? Именно, Владимир Владимирович, именно по этой причине Рютте угрожает России. Это причина единственная. У нас вообще по территории Украины фактически не было ни одного боевого в полном смысле этого слова применения орешника. А последнее, это вообще, если уж по-честному, открою вам большую военную государственную тайну. Просто ударили туда, где было удобно посмотреть результаты. Если это касается и Белой Церкви, и тем более касается района ДНР. У нас потом туда залетели наши дроны, в этот сарай, по которому ударили, и просто посмотрели, как были положены разводящиеся блоки. Eşidirsiniz Putin ne deyir? Deyir ki, əvvəl gəlin propagandalar nə deyir onu söyləyir. Bu deyir ki, babu deyir, babu. Babu sifətinə baxın onun, qıraqdan belə ziyalıya falan oxşayır. Deyir ki, Rütte, NATO'nun rəhbəri bir sözünə Kiyevə gəlmişdi. Biz deyir 26 mayda Areşniklə vurub orada bunkerdə deyir NATO'nun generallarını və onların deyir hərbiçilərini öldürmüşdü çox dərində. Bizdə bəziləri, o Salavyodu qıran deyir ki, deməli qaraja gəlib saraya dəyməyib də, deməli komaya dəyməyib, qaraja dəyib. Bəziləri, yəni kamranlar bəziləri, deyirlər ki, axı qaraja dəyib, orada Ukraynalılar var, onlar da deyirlər ki, qərbdəkilər də hamısı deyirlər, bəs qaraja dəyib, deyir, nə danışırsan? Onlar öz meyitlərini aparmağa gəlmişdilər, yəni Rütte. Harasından çıxardır bu söhbətləri bilinmir Salavyodu. Yəni dövlət televiziyasından açıq yalan danışırlar. Bilmirəm, bu narativ Putinlə gəlməlidir bunlara. Bunlar desən, artıq Putinlə gəlmir desin narativ. Deməsə, narativ gələn instansiya var, orada nəsə problem var. Bilmirəm, haradan gəlir də bunlara narativdir. Amma bu dövlət kanalıdır. Və dövlət kanalı deyir ki, bütün Rusiyaya, bütün dünyaya, əsasən də Rusiya əhalisinə ki, Areşnik gedib orada NATO'nun zabitlərini öldürüb. Və Ukraynada NATO'nun zabitləri varmış. Rüttə də ona görə, NATO'nun rəhbərinə görə Ukraynaya ki, o meyitləri oradan götürsün. Amma çıxarda bilmir, çox dərindədir deyənə, özü ilə çox böyük ixtisasçılar gətirib, böyük komanda ilə gəlib. Gəliblə plan qurmağa, sənin neft ayırma zavodlarını necə vuracaqlar, lojistikanı necə götürəcəklər, Peterburgdakı korveti necə vuracaqlar, generalını necə, onun üçün gəlib bu. Və bu düdük deyir ki, Rütte ancaq o generallar orada öldüyünə görə, NATO'nun zabitləri öldüyünə görə Rusiyaya belə nifrəti var. Yoxsa deyir, o Ukrayna yanında deyir, bu deyir. Və Solovyov da təsdiq edir. Üstündən bir gün keçir, Putin çıxır və deyir, mən sizə indi dövlət və hərbi sirri açacağam. Biz əslində Ukraynaya heç areşnik atmamışıq. Çünki içində nüvə başlığı yox idi. Boş balvanka atmışıq. Onu da biri DNR-ə düşüb, Putin deyir. Bizim dediyimizi təsdiqləyir. Bizim dediyimiz də öyle uydudan görürlər, biz həqiqətləri söyləyirik yalnız. Biz bilirdik ki, o gedib heç nəyə dəyməyib. Biri öz başlarına düşüb, Putin də deyir onu, DNR-ə düşüb, yəni ki, Donetsk vilayətinə düşüb. Biri də gedib Belaya Tsərkov, kilisə deyilən yer var, kilisə deyilən yerə düşüb, saraya, yəni komaya gedib dəyib. Amma deyir, biz bilə-bilə onu atmışıq ki, o dəmir düşsün ora, əriyib düşür də, belə də heç nə sındırmır, saray da sındıramır o. Düşsün ora, biz sonra deyir, dronları göndərdik və baxaq görək, necə bunu öz torpağını istifadə edib baxa bilmirdi. Kimə gəlirsən ara? Bunlar hardan götürüb, hardan çıxardı bu yalanı danışırlar. İndi bilmirəm, Vladimir Vladimiroviç hardan o yalanı çıxardıb, o da yalan danışır. Amma ortalıqda bir həqiqət bəlli olur. Dövlət və hərbi sirri açır. Bütün dünya bilir. Bütün dünya. Kamran Əsəndi bilir burada. Bu deyir, mən hərbi və dövlət sirrini açıram. Ala nə sirr ala? Bu internetə filana girmir deyə, internetlə məşğuldur və internetə girsə biləcək ki, bütün dünya bilir onu. Öyle bilir ki, internetdən Amerika onu götürə bilər, belə notebookun ekranı ilə götürüb harasa aparıb orada öldürə bilər. Yaxın gəlib fikirləşir. Onun üçün də internetlə maraqlanmır və məşğul olmur. İnterneti bilməyən adam dünyada yaşaya bilər ümumiyyətlə bu gün? Yaşaya bilməz, onun üçün də uduzur. Ona görə də məğlub olur. Yalan danışır. Və deyir, mən hərbi sirri açacağım sizə. Attığımız gedib orada bir komaya dəyib.
Bəs bunların danışdığı yalan. Bəs dünən bütün dövlət kanalımız yalan danışırdı axı. Anlayırsınız nə bəla, nə böyük dəhşət, nə böyük faciəvi bir dövlətlə biz yanışıyıq. Və bunlardan nə bəla gələ bilər? O boyda kişi yalan danışır. Hə? Ki, Rüttə gəlib meyitləri aparmağa. Utanmır bu boyda, bunu qalsuk falan da taxıb ona, kravatını da taxıb bura, gəlib ora. Ona o yalana görə pul verirlər. O yalana görə ona pul verirlər. Amma yalanını kim açdı? Bəlkə mən açdım. Bəlkə Ukrayna blogerləri açdı. Bəlkə Amerika kəşfiyyatı, yoxsa İngiltərə kəşfiyyatı açdı yalanını. Yox, Putin bunun yalanını açdı. Ki bu yalandır. Biz heç yana silah atmamışıq. Çünki bilirik ki, biabırçılıqdır və hansısa məqamda nəyisə deməlidir.